Kanal Leo. Allah'ın salam olsun. Mənim əziz və mehriban qardaş və bacılarıma xoş gördük mənim əzlərim. Hər mənim əzlərim, mənimlə qalmaq istəyənlər. Bir fincan çay, qəhvə, su şirə, gönlünüz istərsə süzün və mənimlə qalın. Mənimlə qalmaq istəməyənlərə isə sadəcə kanalı çevirməyi tövsiyə edərdim. Bir də həmişə qeyd etdiyim kimi mənim əzlərim, mənim fikirlərim sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Bu belə də olmalıdır mənim çəpişlərim, qızlarım, dovşanlarım, mənim şirin şəkərlərim. Yaxşı mənim əzlərim. Bəs mənim dostum hardadır? Mənim dostumu görən olmayıb ki. Hardasan dostum? Hardasan? Ben buradayım. Burada. Hoş gördük dostum. Hoş gördük. Gecikmemişim ki. Yok, elə vaxtında gəlmisən. Yine məni axtarırdın. Hə dostum, səndən başqa axı kimi axtara bilərəm? Sənə deməmişəm, mənə bir də belə suallar vermə. Yaxşı, demək olar ki çaşdım. Yaxşı. Eşidirəm səni, dostum. Sənə deyəcəklərim var. Mən eşidirəm. Dostum, mənim əziz dostum. Yəqin ki, yağan yağışı sən də seyr etmişdin. Həmçinin də mən. Gözəl yağırdı. Elə deyilmi dostum? Allah'ın yarattığı bütün fəsilləri gözəldir. Füsunkardır. Qarı da, yağışı da, dolusu da ruzu berəkətdir. Amma bu yağışa görə nə qədər gileylənənlər var. Ayağım lehməyə batanlar, ayağı su çuxuruna girənlər. Müxtəlif fəsadlardan danışan bəndələr. Bu təbiətin qanunudur. Bu belə də olmalıdır. Yağan yağış torpağı yumşaldar. Bəli. Çalacaqmaq yerləri isə su ilə doldurar. Çaylar, göllər dolar, dənizlər artar. Əkin biçin sahələriniz suvarlar sanki Allah tərəfindən yalan yağışla. Amma bu belə olmamalıydı. Ey nankörlər. Bu belə olmamalıydı. Bu yağış sanki göydən şəlalə kimi axmalıydı və yer sularla dolaraq dəniz dalğası kimi qarşısına çıxan bütün yerləri suyun altında qoymalıydı. Vallahi billahi bu belə olmalıydı və quşbaşı qar yox, böyük, nəhəng qar yağmalıydı. Daha sonra bu belə olmadı. Deyirsiniz ki, niye? Bana Allah istemedi. Bunu mən bilirəm. Vallahi billahi bu belədir. Bu dəhşət olacaqdı. Ona görə şükr edin. Bəli. Qaldı ki, bəzi evlərin su altında qalması. İstər hər hansı bir rayonlardan üzünü paytaxta tutub gələn və Baküdə ev eşiyi quran bəndələr, istər elə bütün bölgələrimizdə yaşayan, su altında qalan evlər, eşiklər. Bunların bir səbəbi var. Evlər lazımi yerlərdə tikilməyib. Bəli.
Baxın mənim əzizlərim, evlər alınır. Daha sonra məlum olur ki, bura demək ki, əkin biçin sahibisiymiş. Yaxud altında yeraltı çaylar çalıyır. Ya su kanalları mövcuddur, ya kanalizasiya xətləri. Bəlkə də hər hansı bir naqillər, xətlər. Hər şey ola bilər, saymaqla qurtarmayan bir səbəblər. Demək burada suçlu kimdir? Evi alan, torpağı alan bəndə. Nədən diqqətli deyirsiniz? Nədən bir bina evində mənzil aldıqda diqqət edirsiniz ki, bu evdə bir nəfər belə qeydiyyatda olmamalıdır ki, mən bu evi alım. Özəlləşdirim. Bəs nədən? Fərdi evlərdə, yerlərdə, məkanlarda aldığınız torpaqların sahələrinə, ərazilərinə diqqət etmirsiniz. Demək, burada nə bələdiyyə, nə də icra hakimiyyəti günahkar deyil. Günahkar. Bu evi, torpağı alan bəndədir. Düşünüb daşınmayıb. Onlar yalancıdırlar, hiləgərdirlər. Bəs sən nədən düşünüb daşınmırsan? Axı, Allahın yağışı, qarı, dolusu yağdıqda yer yumşalar. Bu aydın məsələdir. Bugün yeri torpağa məlum olmayan yerlərdə tikilən binalar benim vaqe olun. Əgər narın yağışı yox, yuxarıda qeyd etdiyim kimi yağışlar yağsa, bu binalar axı köndələn qalar. Nədən bu belədir? Nədən tarixi abidələr dimdik durur? Nədən bugünkü tikillər əyilir və köndələn qalır? Sanki qəbirstanlıqdır. Qəbir daşı çöküb, biraz qımlayaq, qaldıraq. Bu belə deyil axı. Hər bir bəndə düşünüb daşınmalıdır. Gördüyü işdən öncə, getdiyi yoldan öncə. Hər bir zaman düşünüb daşınmalıdır. Daha sonra ağlamasın. Bəli, baxı belədir. Hə, dostum. Təcrid və təcrid sözünün hərfi mənası. Bunu hər kəs bilir, sən də bilirsən dostum. Azərbaycan dilində təcrid sözü neçə hərfdən ibarətdir? Hecalanırmı? Şəkilcisi nədir? Yox, mənim əzizlərim. Azərbaycan dili dərsi keçmək fikrində deyiləm. Təcrid nə deməkdir insan həyatında? Qapanma. Baxır. Bu necə qapanmadır? Və bu necə baş verir insan həyatında? Hər hansı bir xəstəliklərdən təcrid olunmaq. Məhkəmədən öncə təcrid olunma. Daha sonra zindana təcrid olmaq. Müxtəlif səbəblərdən xəstəxanalarda ya da ki, ruhi xəstəxanada təcrid olunma. Bu kimi hadisələrlə saymaqla qurtarmayan qeydlər etmək olar. Bəs şəxsən
bəndələrin özlərini təcrid etməsi bu necə baş verir? Bir bəndə bəndələrdən üz çevirir, özünü təcrid edir, qapanır. Heç kimlə ünsiyyətə girmir. Özünü təcrid etdi. Ne var bu bəndənin əqli şuurunda, beynində? Süslənəcək mi? Düşünüb daşınacaq mı? Xəstəliyə düçar olacaq mı? Bax bunu uca Allahım bilər. Digər bəndə isə bütün cümlə aləmi təcrid edir. Özünü isə azad edir. Bəli, özü azaddır, azad fikir və düşüncələri ilə. Bu da ikinci bənd, mənim əzlərəm. Bəli, bugün dünyada baş verənlər, dünya məmləkətləri və bu məmləkətlərin dövlət başçıları və onların dövlətləri idarə etmə strukturları, təcrid olunan dövlətlər. Bax, təcrid olunma zamanı bu dövlətin başçısı kimdir? Bu dövlət inkişafdan mı qalıb? Alimləri, filosofları, güclü həkimləri, hakimləri varmı? Nələr icad ediblər, kəşf ediblər? Gəlin sual işarəsi qoyaq. Bunların hər biri göz qabağındadır. Hər şey, yəni ki, kiminlə bağlıdır? Dövlətlərdə, dövlət başçısıyla, bəli. Əgər təcrid olunmuş dövlətdirsə, inkişafdan qalmayıbsa, həkimi, hakimi, alimi mövcuddursa, demək, təcrid olunmamış ölkələrdən də irəlidədir. Hər bir dövlətin öz qanun qaydaları var və bu qanun qaydaya riayət olunaraq dövlətdə idarə etmə mövcud olur. Bugün İranla savaşan Amerika və İsrail. Baxın mənim əzlərəm, bütün dünya məmləkətləri də bugün müharibə yox deyir. Həmçinin də Amerikada, İsraildə də vətəndaşlar, mülki vətəndaşlar ayağa qalxıb müharibəni sonlatmaq istəyirlər. Bəli, İsraildə qeyd edərdim ki, əlbəttə ki, dövlətləri yerli yeksan olduqdan sonra bu bəyanatlarla çıxış edirlər. Nə olardı ki, bu öncədən belə baş verərdi? Amerika və burada ayağa qalxan millətlər. Millətlər nəyə görə deyirəm? Çünki Amerikanın daxilində bütün dünya millətlərinin birləşmələri yaşayır. Amerikalılar. Bəli, bu Amerikalılara vecinə almayan dövlət başçısı və onun arxa dayaqları. Nədən bu milləti heçə almırsınız və başqa diyarlarda bu müharibəyə yox deyənləri hesab etmirsiniz? Heçə alırsınız. Niyə? Baxın görün noyabr ayına kimi nə qədər vaxt var. Məyər bu noyabr ayına kimi Molla Nəsrəddinin dediyi kimi quz-quz oyunu oynayacaqsınız. Yəni qanlı quz-quz oyunu. Nədən? Bunun ki yolu mövcuddur.
Amerikanın dövlət başçısı artıq demək olar ki, təcrid olunmalıdır. Məyər Amerikada güclü alimlər, həkimlər yoxdurmu? Epstein məsələsini həll etmək üçün hakimlər yoxdurmu? Amerika böyük dövlətdir. Həkimi də var, hakimi də var, alimi də var. Nədən bu dövlət başçısına kömək etmirsiniz Donald Trump'a? Axı, o artıq xəstələnib. Bəlkə xəstəxanada təcrid edəsiniz. Daha sonra yoxlayarsınız. Bəlkə başqa bir istiqamətdə təcrid olundu. Bu da sizin dövlətin işidir. Buna qarışma. Sadəcə arada qan tökülür. Bu qan noyabr ayına kimi tökülməlidirmi? Məyər Donald Trump seçilə bilərmi? Əlbəttə ki, yox. Və o seçilməyəcək. Nə qədər ona arxada ayaqlar var, arxasında duranlar. Onlar da hakim qarşısına çıxmalıdırlar. Onların özləri də təcrid olunmalıdır. Çünki onlar bütün dünyanı qanına bulaşdırıblar. Günahsız müharibə edirlər. Başqa bir dövlətin suveren hüquqlarını tapdalayırlar. Dövlətinə hücuma keçirlər. Millətini qırırlar. Ekologiyasını zəhərləyirlər. İnsanları həşərat kimi məhv edirlər, zəhərləyirlər. Məyər buna görə Donald Trump və onun arxada ayaqları mühakimə olunmamalıdırmı? Bu, beynəlxalq hüquqların pozulması deməkdir. Bəli, və bugün barbar bağırır ki, kim mənə tərəfdir? Avropa dövlətləri, NATO birliyi, gəlin yanımda durun. Eşidin və bilin, kim bugün dəstək olarsa, Donald Trump'a demək İsrailə dəstəkdir. İsrail bugün kimlərlə savaşır? Günahsız silah sursatı olmayan Liviya, Suriya, Yemenlə onların silah sursatları yox idi bundan öncə. Bugün hər birinin silahı var, maşallah olsun. Və icad edirlər, kəşflər edirlər. Niyə? Çünki İsrailin atom nüvəsi var. Bəs o atom nüvə başlıqlarını, atom bombasını kim onun əlindən alacaq? Libanona nişangah aldı İran. Amma nöqtəsini vurmadı. El salladı. Yine urandan danışırsınız. Hansı urandan? Əvvəlcə İsrailin atom bombalarını İsraildən çıxarın. Bütün millətə göstərin. Ya qeydiyyata alın, ya sıradan çıxarın. Və digər silah sursatlarını, insanları məhvə gətirən laboratoriyalarını. Nədən İran? Bəlkə elə İran özü əməliyyat aparsan İsraildə. Aydındırmı? Mən nə demək istəyirəm? Hansı urandan danışırsınız? Hansı neftdən, qazdan? Məyər o məmləkət sizindirmi? O böyük İranın ərazisidir. Nefti, qazı İran millətinin sərvətidir, çörəyidir. Allah Teala onlara verib. Bu sərvəti, nemətləri sizə yox. Bəstirin, bütün dünyanı qanına bulaşdırdınız. Allahın lənətinə gələcəksiniz. Məyər düşünüb daşınmırsınızmı? Elə okeanın ortasından sizi də nişangah alarlar və başınız öz ölkənizə qarışar. Nədən? Bütün dünyanın qanına bulaşdırırsınız. Nədir təcrid olunmuş İranın günahı? Sizə molla vəziyyəti mi maraqlıydı? Uranı mı? Artıq uranı yoxdur. Təsəvvür edin ki, atom bombası var. Artıq hazırdır. Əgər atom bombasından söhbət gedirsə,
Gəlin İsrailin atom bombasından danışaq. Təsəvvür edin. Artıq İranın atom bombası mövcuddur. Varıdır. Daha sonra nədir fikriniz? Nefti, qazı, torpağı mı? Onda ey Amerika, ey İsrail, öz torpaqlarınızdan müğayət olan və öz başınızda uçan dronlardan Amerikanın deyəsən başının üstündəki papaqdan xəbəri yoxdur. Bugün hər bir ərazimdə uçan dronlar mövcuddur. Onlar gözə görünmür. Məyər fikirləşmirsən ki, bir də gördün ki, elə göydələnlərin quma döndü, yerə töküldü. Nə düşünüb daşınacaqsan? Ya fikirləşəcəksən ki, Allahın cəza verdiyi zəlzələsidir, ya da ki, bani adamların şeytan xislətləri bəndələrə vəlvələsidir. Hər bir dövlət öz qırmızı xəttini tanıyır və başqa bir dövlətin də qırmızı xəttini tanımağa borcludur. Bugün İsrail öz qırmızı xəttini itirib. Həmas, Husilər, Hizbullah, onların heç biri terror dəstəsi deyil. Bugün terror dəstəsi, bax, elə sizin dəstələrinizdir. Bir də təkrar edirəm. Təcrid edin, təcrid olunmalı bəndələri. Bəlkə bu təcrid olunmuş yerlərdə ya da ki təcrid xanalarda düşünüb daşındılar. Bəli, baxın görün nə qədər dünya məmləkətlərində bəndələr ayağa qalxır, sülh olsun deyirlər, amma onlara heç alırlar. Məyər siz kimsiniz ki, bütün dünya millətini heç alırsınız, geri qayıtmırsınız? Nə istəyirsiniz İrandan? Nə vermisiniz İrana? Ala bilmirsiniz. Nədən sən İranın Xark adasına soxulmalısan? Hansı səbəbə? Nədən Amerikalı əskərliyi yəni ki və əskərlərinə nişangaha verirsən? Ey Donald Trump və onun dəstəsi, nədən? Bax, savaşlar nə ilə başladı? İsrailin arzularıyla, özündə laboratoriyalar, atom nüvə başlıqları, atom bombaları. Deyir, mən İrandan qorxuram. Uranı almaq lazımdır İranın əlindən. Niyə? Sənin nə işin var İranla? Sənin nüvə başlıqların var, atom bomban var. Artıq İranın da atom bombası mövcuddur. Var. Belə gedirsə, elə İran da sizinlə qoz-qoz oyunu oynayacaq. Bəli, atom bombası artıq mövcuddur. Ötən ildən. Varıdır. Bugün Uran söhbəti yoxdur. Atom bombası var. Ehtiyatlı olun. Və Amerikaya kimi uzanan raketlər də mövcuddur. Sadəcə İran dövləti və milləti Allahını tanıyır. Nədən? O təcrid olunmuş ölkə silah-sursat hazırlayır. Niyə? Onu sizin kimi ölkələrə görə. Bəli, sənin atom nüvə başlıqların var, nüvələrin var, atomların var, müxtəlif raketlərin var, silah-sursatların var. Elə bu səbəbdən də hər yerə hücuma keçirsən.
Neden bütün dünya memleketleri fikirləşməməlidir ki, səndə bu silah sursatlar neden olmalıdır? Millətlərin ağzını yummaq üçün, torpaqlarına soxulmaq üçün, qanına qəltan etmək üçün. Odur ki, çəkilin geri, müharibəni davamlı etməyin. Bunun fesadları çox dəhşətli olacaq, bunu bilin və agah olun. Sizin bu qanlı oyunlarınızı mənim uca Allahım görür. Allah'ı tanımayan kafirler. Bilin ve agah olun. Tüm dünya, cümle cihan bende. Bendenin dört bir tarafı başının üstü, ayağının altı. Elindekiler hasil icadı, keşfi, istihsalı, her neyi varsa, her neyi olursa olsun egli şuuru bile benim uca Allah'ımın elindedir. Hükmü veren, izni veren, emri veren ve ömrü veren benim uca Allah'ımdır. Ey Donald Trump, ey Netanyahu ve sizin arkadaşlarınız, bunu bilin ve agah olun. Siz Allah'ınızı tanımırsınız. Dini kitaplardan ise tam farklı istifade edersiniz. Bu başka kitaplardır. Bunu ben yaxşı bilirəm. Artık sizin oyunlarınız bütün dünya memleketlerine geçmeyecek. Bunu bilin ve agah olun. Bilin ve agah olun. Bugün Ukrayna necə canfəşanlıq edir Ərəb ölkələrinə silah sursat daşıyım, dronların qarşısını almaq üçün. Dənizdə boğulan saman çöpündən yapışar. Sən kimi işləyirsən? Əlbəttə ki, sən əvvəlcədən elə Netanyahu, Donald Trump'la bir bərabər olmusan. Elə bu səbəbdən də bütün Ukraynanı viran qoymusan. Müharibənin davamlı olması sənin canının davamlı olması deməkdir. Bu isə elə yuxarıda qeyd etdiyim kimi təcrid olunmayla başa vurulacaq. Bunu edəcəklər. Bunu bilin və agah olun. Bugün Rusiyanı suçlu bilirlər. İndi bilirsiniz mi? Bu dünyada Rusya suçlu değil. Bəli, oyuna qatmaq istəyirlər Türkiyəni. Türkiye bu oyuna getməz. Bəli, Türkiye'nin bu oyuna qoşulması İsrail'e destek olması deməkdir. Məyər Donald Trump bunu bilmirsənmi? Mənim əzizlərim, mənim əziz dostum, bilirsən, bir məsəl çəkim. Düzdür, sən mənim IT videolarımı dinləyirsən, amma yenə də olsa, bir qeyd edəm, təsəvvür et dostum, bir bəndədir və bu bəndəyə dostu, yəni ki, üzdə dostu deyək, daxildə dost değil, sadəcə hər tərəf öz mənafiyini güdür. Bəli, hər dəfə qonaq çağırır və bu bəndə də o məmləkətə qonaq gedir. Ola bilər, bir-birlərindən aralı məmləkətdə yaşayırlar, amma dostdurlar. Güya, amma əksinə belə görünürlər dost kimi. Bəlkə də bir tərəf həqiqətən də onu dost bilir və elə bilir ki, arxada ayağı olacaq. Və hər dəfə o dostunu deyərdim ki, möhtəşəm bir bəndə kimi qəbul edir. Bəli, daha sonra nələr baş verir? İstək arzusu olur bu bəndədən. O isə sadəcə
neytral qalır. Və bu neytrallığa görə o da bir kələk fikirləşir. Və yenidən haykırır ki, dostum, sənin üçün darıxmışam. Gəl, sənə elə gözəl qonaqlıq verəcəm. Bu dost da dost bildiyi məmləkətə gedir və başına faciə gəlir. Kimin əli ilə? Bax elə bu bəndənin əli ilə, öz millətinin əməli ilə. Bu belə olur dostum. Bəli, yalancı mesajlar, tələ mesajlar, bəli. Bu belədir dostum. Bugün inamsızlıq, etibarsızlıq, nə qədər istəsən, amma paklıq, təmizlik, haqq ədalət, bunlar geridədir dostum. Süni zeka, hər bir işdə süni zeka mövcuddur. Bax dostum, bir bəndə təsəvvür et, nəyisə icad edib, kəşf edib. Digər bəndə isə onu kəşf edə bilməyib. Sadəcə çalışıb vuracaq ki, bax onu kəşf etdiyi bir şeyləri zədələsin. Daha sonra uğurlasın. Məzmələrinə diqqət etsin. Və ondan da yaxşısını icad etsin. Bugün axı budur. Bəli, süni zeka və təbii zeka. Təbii zeka xeyir də ola bilər, şər də ola bilər. Bəli. Amma fərqi nədir? Süni zekaya şər də qalib gəlir axı. Süni zekadan istifadə etməyərək fikir və düşüncələrinə rəğmən şər hərəkəti ilə hər neysə uçuruma gətirdi, məhv etdi. Bəli, bax belədir dostum. Bugün deyərdim ki, tam fərqli düşünüb daşınır. Tüm bəndələr tam fərqli. Bugün dünyada baş verənlər insanlara qanını qəltan edənlər, sözü heç alanlar, insanları vecə alanlar nə qədərdir? Bax dostum, tüm dünya məmləkətlərinin bəndələri ayağa qalxıb sülh istəyir. Demək, bu məqamda bu müharibə edən tərəflər dayanmalıdır, sövdələşməyə getməlidir. Amma bir baxın görün, kim idarə edir bu dünya məmləkətlərini? Mən bu bəndəyə çocuk kimi baxıram. Sanki bir çocukdur. Mən vurdum. Bütün gəmiləri partlatdım. Təyyarələri sındırdım. Dağıtdım. Uçurdum. Mən güclüyəm. Mən heç kimdən qorxmuram. Tüpürüm bütün millətə. Millətlərin hamısı məndən qorxmalıdır. Mən ağıllıyam. Dünyanın ən ağıllı dövlət başçısı mənəm. Məndən yoxdur. Səsinizi çıxarmayın. Gəlin yanımda dayanın. Əgər yanımda dayanmasanız, tüpürəcəm sizin üzünüzə. Çünki siz buna layiqsiniz.
Hə, mən sizin hər birinizlə dost ola bilərəm. Amma nəyimə gərəkdir? Dost. Tüpürün dostlara. Məyər mənim əziz dostum, ey əziz millətlər, xalqlar, bu dövlət başçısı təcrid olunmamalıdırmı? Məyər büyük dövlət olan Amerika öz dövlət başçısına mərhəmət göstərərək təcili yardım maşını çağırmamalıdırmı? Onu xəstəxanaya təcrid etməməlidirmi? Və bu məqamlarda da hakim işini görməməlidirmi? Bu axı Epstein soyqırımıdır. Bəli. Mən istəyirdim ki, bu Amerikada olan ağıllı bəndələr, başda Mr. X və onun yanında yaxınında olan bəndələr, hər biri bu məsələnin həllinə baxmalıdır. Bu məsələni çözməlidir. Tüm dünyanı düşünüb daşınmalıdır. Nədən İran xalqı məhv olmalıdır? Nədən günahsız bəndələr, balaca çocuklar silah sursat götürməlidir əlinə? Nədən? Balaca çocuk Amerikalı əskərinə qarşı əlinə silah götürməlidir. Nədən Amerika bütün dünya məmləkətləri ilə dost olmasın? Nədən bütün İranın arzularını çin etməsin? Axı sizin sövdələşməniz yararsızdır. Sizin sövdələşməniz sizin üçün yararlıdır. İranın öz sövdələşməsi var. İran nə istəyir ki? İran deyir ki, mənim ölkəmə soxulmayın. Mənim ölkəmi bombardman etməyin bundan sonra. Mənim millətim yaşamalıdır. Mən təcrid olunmuş dövlətəm. Sanksiyalarla, embargolarla yaşayan dövlətəm. Nə istəyirsiniz məndən? Mənim sərvətim, nəyim varsa mənim millətimindir. Bəs mən onları nə ilə gedizdirim? Məyər bunu Donald Trump və ona arxada ayaq olanlar düşünüb daşınmırmı? Əlbəttə ki, düşünüb daşınırlar. İstəyirlər ki, bu torpaqlara yələnsinlər. Bütün millətləri pərəmpərən edirlər. Baxın, elektrik enerjisinə kimi hər bir yeri uçurub dağıdıblar. Bu insanların məhvi deməkdir. Susuz qoyublar bəndələri. Bu yezidlik deməkdir. Bəs ey Amerika, bunların hər biri sənin başına gələrsə, sənin dövlətində bunlar baş verərsə, onda nə düşünüb daşınacaqsan? Ey Mr. X, vallahi billahi, and olsun Allah'a, İranda baş verənlər sizin məmləkətinizdə baş verə bilər. Heç bilməzsiniz ki, bu necə baş verdi. Buna ya Allah Teala edər, uca Allahım, ya da ki, onun göndərdiyi qulu Bani Adəm edər və onu heç kim görə bilməz. Bəli, sənin millətin bugün çörək istəyir, haykırırlar, sülh istəyirlər. Siz onların sözünü heçə alırsınız, bütün dünya məmləkətlərinin sözünü heçə alırsınız. Bu bilirsinizmi nə deməkdir? Bu bütün dünyaya
mən şeytanam deməkdir. Mən bəndələri məhv etməliyəm. Nədən? İsraili yerində oturtmayasınız. Öz torpaqlarına yiyə dursun. Sənin axı nə işin var? Liviya ilə, Suriya ilə, Yəmənlə, Misirlə, digər ölkələrlə, Ərəb ölkələri bugün İranın nişan aldığı bazalar, yerlər, onlara görə heyfslənməyin. Əsas odur ki, siz bundan sonra azad olacaqsınız, daha qul olmayacaqsınız. Sizin öz pullarınız, paralarınız, neftiniz özünüzə qalacaq. Bazar etmək üçün nə qədər dövlətlər var. Bəli, belə getməyin. Sizinlə tərəfdaşlıq etmək üçün nə qədər dövlətlər var. Bəli, İsrailin, Amerikanın felinə getməyin. Dözün və səbr edin. Hər şey yaxşı olacaq inşallah. Baxın, Səudiyyə Ərəbistanı, Ərəb ölkələri ümumiyyətlə götürək. Dubayı, bu şəhəri sizin üçün şəhər tikiblər səhralıqda və bunun da yəni ki, vaxtı gələndə hesabını alacaqsınız Amerikadan. Nədən? Çünki bir bina ucaldıqda onun da yəni ki, bir mal məhsullar kimi saxlama müddəti olur. Yəni ki, varlığı uzun-uzadı illər boyu mövcudluğu. Bəli, məyər bilmirsinizmi? Səhra qumları elə bir güclü küləklə bu Dubayı yerli yeksan edər. Bəli, məyər hansı biriniz bugün, hansı Ərəb ölkəsi bugün Allah'ı düşünüb daşınır? Hansınız Quran kitabını əlinizə götürüb dua edirsiniz ki, ey uca Allah'ım, bize yol göster. Biz müharibələrə son qoymaqda dəstəkçi olaq. Sizin dəstək olmağınız İranadır. İrana tərəf olun, İranı dəstəkləyin. Baxın görün, Amerikanın başında kimlərdir? Axı, onlar sizi məhv gətirib. Onlar sizi məhv edir, bugün İran yox. Bəli, onlardır sizi məhv gətirən. Onlar sizin pulunuzu, paranızı da alırlar. Neftinizi də əlinizdən alırlar. Şəhərlərinizdə də kimlər dolanıb dolaşır? Amerikalılar. Onların əskərləri. Bütün hər nələriniz varsa, hər biri Amerikanın əlində idi. Bugün isə azadlığa can atın. Daha sonra hər şey yaxşı olacaq, öz ordunuz olacaq. Bütün qonşu ölkələrlə dost olacaqsınız, tərəfdaş, müttəfiq. Tikib yaratmağı nə qədər məmləkətlər var. Bəli, bir ay içində hər bir əraziləri bərpa edəcəklər, tikəcəklər, yaradacaqlar. Narahat olmayın. Tək ki bugün İranı dəstəkləyin. Baxın görün, İranın başına hansı oyunları gətirirlər. İran tək savaşır axı. Heç olmasa dəstəkçisi olan. İran vuruşur.
Baxın kiminlə vuruşur? Amerika ilə. Nədən vuruşur? Suverenliyinə ayaq basıblar. Dövlətini darmadağın ediblər, millətini qırıblar. Ekologiyasını zəhərləyiblər. Amma qurban olum Allaha. Onlar İsrail İranın neft bazalarını yerle yeksan etti. Bütün tüstüler göğe püskürdü. Ama daha sonra Allah Teala hemen anda yağış yağdırdı. Bütün havanı temizledi. Niye? Çünkü Allah'ın istekli bəndələridir. Siz her biriniz ne deyirsiniz deyin. Bu dövlət İslam dövlətidir. Her bir dövlətin daxilində her bir hadisələr baş verə bilər. Satqını da olar. Müdriki də bu her bir dövlətdə olur. Baxın görün, bizim muhacirlərimiz, xaricdə oturan bəndələr, bizim dövlətimiz, millətimiz haqqında nələr danışırlar. Baxın, bugün onlardan birinə Amerika el versə, vallahi billahi bütün dövləti satarlar. Bəli, bugün bu dövlətdə oturanlar, bu dövlətin suyunu içib çörəyini yiyənlər, nə düşünüb daşınırsınız? Baxın görün dünyada nələr baş verir. Baxın Amerika, Amerika deyən bəndələr, Amerikanı hər gün tərif edənlər, İsrail haqqında ağzını açmayanlar və bu günləri İsraili dəstəkləyənlər. Vallahi billahi mən çox şeylər deyərdim, amma susuram Allah eşqinə. Çünki qan düşər. Bizim məmləkətdə danışanlar. Susun Allah eşqinə. Və Allahınıza şükr edin ki, mən bugün bəzən bir şeyləri qeyd etsəm, bizim, yəni ki məmləkətimizdə başqa bir hadisələr baş verə bilər. Mən hər dəfə işarələr, qeydlər edirəm. Bəli, sanki məmləkətdə də pulla, parayla işləyirlər. Bəli, pul verən dövlətə qarşı çıxsın, pul verən nazirliklərə qarşı çıxsın, pul verən milləti tapdalasın və sarı axır. Mər yoxdurma, nə qədər mühacirlər, o qədər də onların qardaş bacıları bizim məmləkətdə, yəni dırnaq arası qardaş bacıları, ər verənlər və pul verənlər. Odur ki, eğitimli mekanlarda oturanlar, blogerlər, mən blogerlərə də diqqət edirəm. Vallahi billahi əvvəllər, düzdür, bəlkəm də demişəm, telemekanlarda və YouTube səhifələrində, müxtəlif sosial şəbəkələrdə müxbirlər mövcuddur. Çox gözəl müxbirlər var. Amma mən bəzilərini dinləyirəm. Amma bəzilər var ki, sadəcə, yəni ki, onlara nə müxbir, nə bloger demək olar. Təsəvvür edin, monitorun qarşısında sadəcə baş verənlərdən oradan-buradan monitordan oxuyur, xəbərləri çatdırır. Və hər hansı bir hadisə baş verdikdə mənim Azərbaycanımda, məsələn, kimsə kimisə zorlayıb, başlayır bu haqda danışmağa. Güya ki bu müxbirdir, güya ki bu blogerdir. Yəni ki, haradasa söz xaridarıdır. Yəni ki, elə danışır.
niyə belə oldu, filan oldu, bəhmən oldu. Yəni ki, danışdıqları budur mənim əslərim. Siz onlara adi, canlı yayında sual verin bu müxbir deyənlərə, özlərinə müxbir, bloger deyənlərə. Yəni ki, sırf siyasi verilişlər, sosial verilişlər aparanları mən nəzərdə tuturam. Onlara hər hansı bir dünyada baş verənlərdən, yaxud ümumiyyətlə məmləkətdə hər hansı bir orqanlara aid, yəni ki, insanların sosial vəziyyətinə aid bir hadisə haqqında, bir olay haqqında, bir baş verənlərdən, ümumiyyətlə, dünyada baş verənlərdən sual verin. Baxın, görün onların səviyyəsi hansı yerdədir? Onlar nəyə qadirdirlər? Əlbəttə ki, bunu mən deyirəm. Sadəcə monitordan oxumağa, bundan başqa heç nə bacarırlar. Bir də ki, qaldı ki, hər hansı bir zorakılıqdan, zorlanmaqdan danışmaq, bunun haqqında şərh vermək, buna mənim qonşularım da edə bilir. Mənim tanıdığım hər bir bəndə bu haqda nə qədər istəsən danışar. Bəli, nədən qonşularım dedim? Çünki, məsələn, bir qonşu ilə dalaşır, başqa bir qonşu başlayır onu şərh etməyə. Sadəcə bu mənim əslərim. Bəli, bugün sanki ehtiyat edirlər düz danışmağa, həqqi danışmağa. Siyasi verilişlərdən gedir söhbət, telemekanlarda. Nədən? Məyər bugün sən düzgün müharibələr haqqında təhlilini edərsənsə, analizini edərsənsə, hansı dövlət səndən inciyə bilər? Heç biri. İnciyən səndən istəyir bu təhlili et, ya tərifini et. Səndən istər istəməz üz çevirəcək. Hər hansı bəhanələr gətirərək. Fərqi yoxdur. Sən onu tərif də etsən, bunu o edəcək. Əgər etməlidirsə edəcək. Bəli, biz müharibə etdikdə, mənim əzizlərim, bugün dəstəklədiyiniz dövlətlər, hər hansı bir dövlət olursa olsun, adlarını çəkmirəm. Bunların hər birini yaxşı bilirsiniz. Mənim əskərim ölüb, mənim torpağımın yetişdirdiyi oğlu ölüb. Mənim torpağımın oğlu vuruşub. Başqa bir millət gəlib, onların yerinə savaşmayıb. Hər bir nələri varsa, hər biri pulun başındadır mənim əzizlərim. Bana bilin və agah olun. Bugün istər dəstək, istər silah sursat, istər maddiyyat, istər mənəviyyət, hər biri pulun başındadır. Bəli, istər müttəfiq ol, istər tərəfdaş ol, fərqi yoxdur. Sən həqq ol. Əgər bu həqiqətə tüpürərsə, demək, sən 2 dəfə tüpürməlisən. Mənim Azərbaycanımın oğullarının yerinə başqa bir diyarlardan gəlib şəhid olan olmayıb. Bana bilin və agah olun. Baxın, küçədən mülki vətəndaşlardan sorğu edirlər. Kimə tərəfsiniz? Belə şərhə. Filan kəs, filan xalqın tərəfindəsiz, filan xalqın. Bəli, hər hansı bir düşük müsahibə, düşük veriliş nə çıxarsa, bizdə çıxar. Baxın qonşu ölkələrin verilişlərinə. Deyirdiniz axı, yenə də təkrar edirəm. Biz Türkiyə ilə, Türkiyə mediası ilə çalışırıq, vuruşuruq. Öyrənirik. Nə öyrənmişsiniz axı? Nədir sizin öyrəndiyiniz? Bir müsahibə götürə bilmirsiniz. Veriliş apara bilmirsiniz. Küçədə gedib mülki vətəndaşlara hansı murdar sualları verirsiniz? Kimə göstərirsiniz özünüzə? Güya ki, ay filan millət, mən sənin yanındayam.
Bu biabırçılıqdır. Mən haqqın yanındayam hər zaman, mənim əziz dostum. Sən mənim ilk audio videolarımdan bugünə kimi, mənim audio videolarımda nə görmüsən? Həqiqət, elə deyilmi dostum? Mən müharibələrdən danışıram. Təsəvvür et, Zelenski haqqında nə danışmışam ilk öncədən, illər öncə. Fikrimi dəyişmişəmmi bugün? Ya Putin haqqında? Putin haqqında nə demişəm? Demişəm ki, güclü siyasətçidir. Və bugün də onu təkrar edirəm. Mən heç nəyə baxmıram. Yəni dünyada baş verənlərə baxaraq hər hansı bir bəndənin kəlləsinə diqqət edirəm. Və bu oyunda onun kəlləsini qiymətləndirirəm. Kimin kəlləsi daha qiymətlidir? Bəli. Bəli, mənim əzizlərim. Bu dünyada baş verənlərə diqqət edin. Baxın, görün. Kimi ağıllı bilirsiniz? Kimi səfih? Rusiya elə durduğu yerdə durub hara getməliydi? Ukraynanı almalıdır. Ukrayna lazım deyil axı Rusiyaya. Rusiya ümumiyyətlə bu müharibəyə heç giriş də etməmişdi. Bu barədə də danışmışam. Bugün atışma gedir. Çünki bunları kim edir? Yuxarıda qeyd etdim. İsrail və Amerika. Bəli. Və saman çöpündən yapışan Zelenski. Mən hər zaman bu üçlüyü qeyd etmişəm. Bugün də təkrar edirəm. Bugün mən haqq qazandırıram İrana. Niyə? Torpağına hücuma keçiblər. Nə etməliyəm? Amerikanın yanında durmalıyam, yoxsa İsrailin? Mən sizə oxşaya bilmərəm. Mənəm. Mən Allah eşqinə danışıram. Mən həqiqəti danışıram. Bəli. Elə məmləkətimizdə baş verənlər. Bir də görürsən ki, müxbirdir. Çəkib hər hansı bir bəndənin evi yağışın altında qalıb. Nədən onu çəkib göstərirsən? Kömək et. Fövqəladə hallara zəng el. Çağır, gəlsinlər, araşdırsınlar. Bu ev nədən suyun altında qalıb? Harada tikilib bu ev? Bax, onda deyərəm ki, sən, ey müxbir, ey jurnalist, sənin kəllənə. Nə yaxşı? Yağışı göstərmədin. Araşdırdın. Təcili yardım deyirlər gecikir. Məyər 3 gün, 3 gecə mi gözləyirsiniz təcili yardıma? Ya hüquq mühafizə orqanlarına zəng vurduqda polis idarələrindən gələn polislərə. Axı həmən gəlirlər. Fövqəladə hallar, təcili yardım, hüquq mühafizə orqanları hər zaman sizin hüzurunuzdadır. Hər zaman da onlar haqqında mənfi fikirlər, düşüncələr. Nə olar ki, hər hansı bir xəstə bir həkimin əlində ölür? Bu, həkimin suçudur? Yox. Bu elə xəstəni, o xəstəxanadan bu xəstəxanaya, bu xəstəxanadan o xəstəxanaya istafət verən, gəzdirən bəndənin əlindədir. Bəli, bir həkimin yanına aparır, həkim diaqnoz qoyur, analizəsini götürür, razı olmur, gedir başqasının yanına. Axır sonuncu yerdə həkim neynəsin? Əgər xəstə 5 dənə həkimin əlindən keçib və onun xəstəxanasında ölüb. Belə bir şeyləri də nəzərdən keçirmək lazımdır. Adi olsun elə əməliyyat, plastik əməliyyatlar. Burnunu 5 dəfədən kəstirir, qulağını da, ayaqlarını, hər yerini silikonla doldurub. Məhər bunun fəsadları yoxdurmu? Əyri ayaqsan, uzun paltar giyin. Uzun enli şalvar giyin. Niyə ayaqlarına silikon doldurursan? Yanın yastıq yapılaqdır. Var, satırlar satışda. Xüsusi alt paltarları, iç giyimləri. Al ondan giyin,
Kime gösterirsen sen özünü? Ya sinə? Ne kadar sinənizi yine de tekrar edirəm. Böyütsəniz də, yine de. Sinə deyil o, döş. Yəni ki, lori dilində deyək, əmcək, inək əmcəyi. Sinə yuxarıda olur, çənədən aşağı. Büst deyirlər. Mən rəssamam, rəssam kimi danışıram. Bəli, büst. Hər bir rəssam heykəltaraş, bir qadın, gözəl bir bədən. Yəni işləyəndə, hazırlayanda onun sinəsinə də diqqət edir. Büst. Döş balaca ola bilər, çox xırda ola bilər, amma büstü var. Ona gözəllik verən onun sinəsidir. Bəli. Ona görə də xüsusi iç geyimləri var. Buna görə nədən gedib bədəninizi kəsib doğratdırırsınız 5 dəfədən. Sonra isə deyirsiniz ki, bu həkimin işidir. Bəli, plastik əməliyyat bir həkimə gedir, burnunu kəstirir. Daha sonra ikincisinə, orada məhv olur. Deyirlər ki, həkim öldürdü. Niyə? Artıq onun nəfəs borularında da problem var. Nəfəs ala bilmir. Həkim neynəsin? Nədən belə edirlər? Nədən onlara məsləhət verən, profilaktik söhbət aparan məsləhətçi həkimlər mövcud deyil? Mən ötən dəfə də qeyd etdim. Düzdür, adını qeyd etməmişdim. Bəli, bizim gözəl sənətkarımız, mənim ən xoşuma gələn, yəni ki, bilmirəm, xalq artistidir, yoxsa əməkdar artistdir, onu dəqiq bilmirəm. Amma gözəl xanım Həmidə Ömərova, bəli. Baxın mənim əzlərim, hər bir bəndənin zövqü var. Firəngiz Mütəllimova və Həmidə Ömərova. Mən Həmidə Ömərovanın gözəlliyinə və onun oyununa, oyunçuluğuna daha gözəl qiymət verərəm. Xalq artisti ona layiqdir. Bəli. Hər bir bəndəyə xalq artisti vermək mümkün deyil. Bu oyunda gözəlliyə qiymət verirlərsə, o başqa məsələ. Məsəl üçün, bu iki xanımı nəzərdə getirdim. Məsəl üçün, mən Əməli Pənahovanı və onun gözəlliyini, onun oyununu daha çox bəyənirəm. Həmidə Ömərovanı bəyənirəm. Amma götürək Firəngiz Mütəllimova ya digərlərini, yox. Mənim o xanımlara daha çox həm zövqüm, həm də ki, yəni ki, onların sənətinə qiymətim var. Götürək, məsələn üçün, bugünkü oxuyanlara xalq artisti veriblər. Məsələn, Röyəyə, Aygünə. Nədən Azərinə vermədilər? Azərinin səsi ilə onların səsi eynidirmi? O Türkiyəyə getdi. Tamaşada oynayan Məlahət Abbasova Türkiyədədir. Bircə oyunla şöhrət qazandı, gözəl oyunuyla. Bəli, başqası olsaydı getməzdi. O şan şöhrət qazanmışdı. Amma çıxdı getdi. Bilirsinizmi? İnsanlar müxtəlif olur. Məsələn, Zülfiyə Xanbabayeva hansısa bir konservatoriyada dərs deyir. Məyər onun səsi varmı? Yoxdur axı. Şərt o deyil ki, Fidan və Xuraman Qasımovlarına duet oxuyub. Yox. Onların hər biri bir üsuldur gündəmə gəlmək üçün. Gözəllik sənətdə önəmli ola bilməz. Sənət önəmli olmalıdır. Bəli. Bax, mən nədən keçdim? Həmidə Ömərovaya. Həmidə Ömərova deməli, Rusiyada olarkən orada, yəni ki, əməliyyat elətdirmək istəyib burnuna və ona deyiblər ki, səni məyər bugün filmə çəkmirlərmi? Deyib çəkirlər. Nə vaxt səni filmə çəkməsələr, onda gələrsən. Özü də 5-6 həkimin, yəni ki, iştirakı ilə profilaktik söhbət. Bax, budur. Aydındırmı? Amma onun burnu, onun gözləri, onun gözəlliyi o retro proqramlarını aparırdı.
necə gözəl, məlahətli səsi, öz gözəlliyi, öz gözəl oyunu. Axı onunla, Həmidə Ömərova ilə Firəngiz Mütəllimovanı mən eyni tərəziyə qoya bilmərəm. Amalia Pənahova hara, Firəngiz Mütəllimova və onun oyunları hara və digərləri. Mən onları müqayisə etməyə də bilərdim, amma vacib bildim. Yəni ki, sənəti olan konservatoriyalarda dərs deməlidir, səsi olan, oyunu olan, yəni ki, sənətkar. Hər kəsi, yəni ki, ustad kimi hər hansı bir məktəbə, konservatoriyaya, hansı bir musiqi məktəblərinə dərs deməyə götürmək olmaz axı. Bugün məktəblərdə baş verənlər və burada yenə də mən öz fikrimi qeyd etmək istəyərdim. Yenə də, yəni ki, yuxarıda nəyə qeyd etdim? Qonşu bir şərh, davadalaş haqqında şərh verir. Bir qonşu başqa bir qonşunun davadalaşından şərh verir. Bax, elə bir şey eşitdim ki, məsələn, tutaq ki, bir məktəbdə nəsə baş verib. Burada müəlliməni suçlayırlar, direktoru suçlayırlar və Təhsil Nazirliyini suçlayırlar. Məgər məktəbin direktorunu götürək, gəlib ibtidai sinifdə oturmalıdır, yoxsa ayaq yolunun yanında durmalıdır? Mənim əzizlərim, bu gülünc bir məsələdir. Belə düşünmək. Bəli. Baxın, kimisə zorlayırlar, YouTube səhifələrinə qoyurlar, yerləşdirirlər. Bunu kimlər edir? Müxbirlər, jurnalistlər, hansı müxbirlər, jurnalistlər? Bax, elə əsl jurnalistlər, müxbirlər araşdırın. Kimlərdir bunu edən? Zorlanmış bəndələr belə. Mən utanıram deməyə. Dövlətdən, hakimiyyətdən kömək istəyir. Bu biabırçılıqdır. Bu biabırçılıqdır ki, buna jurnalist yol verir. Sən görürsən ki, bu xanım zorlanıb. Şikayət edir. Bəlkəm sən onun əlindəki məktubu elə özün öz əlinlə bir müxbir kimi aparıb, yəni ki, prokurorluğun qarşısına qoya bilərsən, hüquq mühafizə orqanlarının qarşısına qoya bilərsən. Yaxud da ki, sənin də bu məktubların cavablandırılmasa, məhkəməyə müraciət edə bilərsən. Orada da, yəni ki, bu işə baxılmasa, bir böyük məktub yazırsan. Hara? Elə şikayətçinin üz tutduğu ünvana. Yəni yuxarılara. Aydındırmı? Onda deyərəm, sən əsl müxbirsən, jurnalistsən. Düzdür, baş verənləri göstərərlər. Filan ərazidə bu hadisə baş verdi. Amma bir jurnalist, bir müxbir bunu qeyd edirsə, deyirsə, əgər sənin vaxtın varsa, imkanın varsa, bu işlə maraqlan. Şikayətçidir. Bir il bundan qabaq başını iş gəlib və bu iş həllini tapmayıb. Demək, sən burada nə etməlisən? Bu çıxışları, bu videoları YouTube səhifələrində və digər sosial şəbəkələrdə yerləşdirməməlisən. Bu işlə özün məşğul olmalısan. Üz tut lazım olan orqanlara. Bəli, bax belədir. Bax belədir. Bilirsən dostum, baxıram dünyada baş verənlərə. Düşünüb daşınıram ki, bir dövlət, məsələn Amerika və bütün dünya dövlətləri, təsəvvür edin, iki tərəfdir, bütün dövlətlər və bir Amerika. Necə olur bütün dövlətlər bu Amerika ilə danışa bilmir?
Eğer bütün devletlerin milletleri de ayağa kalkıpsa, neden Amerika geri çekilmesin? Meğer ey Amerika, sen gelip bombardman etsen, yaxud neyse bu ərazilərdə nail olsan, bu sənə qələbə mi gətirəcək? Əlbəttə ki, yox. Nə bugün gətirəcək, nə sabah gətirəcək? Bana bil və agah ol. Sənə qələbə yox, insaniyyət gətirən bir şey ola bilər. Geri çəkiləsən. Bütün dünyanın millətlərinə hitap olaraq deyəsən, ey millətlər, ey dünya xalqları, mən müharibəni dayandırıram. Mənim İranla işim yoxdur. Mənim nə işim var İranın çörəyi ilə, yəni nefti ilə? O onun xalqına məxsusdur. Ərazisi də özünə qismət. Qoy yaşasın. Qaldı ki, nüvə mənim əslərim. Yadınızda bilin, yadınızda saxlayın. Hansı ölkənin nüvəsi varsa, o əksinə başqa bir ölkələrə hücuma keçmir zaman. Bunu bilin və agah olun. Yəni ki, bu Amerikadan gedmir söhbət. Götürək Fransanı və digər ölkələri, Pakistanı, başqa ölkələri. Yəni ki, heç nədən, heç kimlə savaşmır. Bu atom nüvə başlıqları ilə, nüvə ilə. Sadəcə ona üçün nəzərdə tutulub. Filan ölkənin nüvəsi var. Yəni ki, bax belə məqamlarda ayaq saxlamaq üçün, dayanmaq üçün. Meğer Dimananı nişangah almadı mı İran? Aldı. Ama ehtiyat etti. Bəs nədən İsrail ehtiyat etmədi? Demək bunun eğer gerisi gələrsə çox faciəli olacaq. Bunu İsrail bilsin və agah olsun. Demirsən, mənim atom nüvə başlıqlarım yoxdur, atom nüvə silahlarım yoxdur, mənim heç nəyim yoxdur. Onda özünü gözlə. Sonra demək ki, mənim nüvəm var idi. Əgər hər hansı bir İsraildə bir ərazi partlayarsa, yerli yeksan olarsa İsrail, heç kim deməsin, heç bir dövlət deməsin ki, İsrailin nüvə silahı nişangah alındı İran tərəfindən. İran bilmir, İranın xəbəri yoxdur. Təsəvvür edin ki, İran bilmir ki, nüvə silahına malikdir İsrail. Sadəcə nişangah alıb, demiri yoxundur. İran da bilir ki, yoxudur. Vəssalam, necədir? Donald Trump, Jeb Bush, sənə həkim bir də hakim lazımdır. Bir də bütün millətlərin birliyi. Sənə kömək etsinlər. Yeter bu Epstein soyqırımı. Bəlkəm sülhə gedək. Bu dünyadan barıt qoxusu yox. Mənim Allahımın yaratdığı təbiətin ətri gəlsin. Demədim mi sənin qiyamət günü hava gəmin sıradan çıxa bilər? Demədim mi sənin də ərazilərində dron əməlli başlı gəzəcək, fırlanacaq? Elələri var, gözə görünmür. Çox kiçikdir, balaca, oyuncağa oxşayır. Odur ki, öz torpağını qoru. Başın qarışar İrana, məmləkətin əldən gedər. Öz millətinə də çörək ver. Digər dövlətləri də çörəksiz qoyma. Geri çəkilin. Düşünün, daşının ki, İranın nüvəsi mövcuddur. Silah sursatları da var.
Vesselam. Ne istirdiniz? Uranı? Uran yoktur artık. Uran yoktur. Demirdiniz, uranı vurduq, məhv etdik, uranlarını belə yerlə yeksan etdik. Asta çıxdıq, getdik. Bunu kim demişdi? Məyər hər dəfə belə etməlisiniz? Hər dəfə bəhanə fikirləşməlisiniz? Məyər ötən dəfə sən Donald Trump demədin mi? Hər şeyi həll etdik, biz qələbə qazandıq. Qələbəni qazanmışsan, otur yerində. Demək, sən hər dəfə İsrailin əmri ilə, tələbi ilə hücuma keçməlisən. İrana qarşı. Niyə? Necə ki fikirləşmişdən, sıradan çıxartmışsan, uran artıq yoxdur. Elə bu fikirdə də qal. Demədin, uran yoxdur. Məhv etmişəm. Məhv etdiyin bir şeyə görə təzdən niyə gəlirsən? Yoxdur da uran. Sən dedin yoxdur. O da hazırladı. Vaxt keçdi, artıq atom nüvə başlıqları da mövcuddur. Atomu da var. Neftin də ixtiyarın yoxdur, sən millətin əlindən alasan. Bu millətə məxsusdur. Allahın onlara verdiyi çörəkdir neft. Sərvətləridir, çörəkləridir. Təcrid olmuş ölkədir. Nə istəyirsən bu millətdən? Balaca uşaqları belə əllərinə tüfəng götürərək, silah götürərək sizə məhv etməyə hazırlaşıb. Nə istəyirsiniz? Tək İrandan gedmir söhbət. Bütün dünya dövlətlərindən, bütün ərəb ölkələrini zəbt etmişdən, bütün ərəb ölkələrinə bazalar yerləşdirmişdən, yirdin, oturmuşdan. Nəyim çatmırdı? Gördün? Çox istəyən azdan da olar. Bu belədir. Bu qanundur. Bumerang. Bugün İran, sabah sən. Odur ki, müharibələri saxlayın. Noyabra kimi. Vaxt uzun çəkər. Nəyə lazımdır seçkilər? Məyər belə bir vəziyyətdə seçki mi gərəkdir? Əlbəttə ki, yox. Yuxarıda qeyd etdiklərim gərəkdir. Hakim və həkim. Bəli. Görəsən, İlan neynər? Maraqlıdır. İlan yeni nələrsə kəşf edə bilib. Bu da maraqlıdır. Mənim əzizlərəm, bu dünya məmləkətlərini dolamaq deməkdir. Bu biabırçılıqdır. Bir dövlətə hücuma keç, demək ki, mən hər şeyi bitirdim, mən qalib gəldim, səhər yenə də gəl, bombardman elə. Məyər sənin üçün İran xalqı qarışqadır. Bu utanç verici bir hərəkətdir. Bu, beynəlxalq hüququn, ədalətin olmaması deməkdir. Bəli, bu fəlakətdir. Böyük bir fəlakət. Buna son qoyulmalıdır. Buna elə bütün dünya məmləkətləri və dövlət başçıları ayağa qalxaraq son qoymalıdır. İsrail kimdir axı? Bütün dövlətlərə hücuma keçir. Kimdir? Balaca bir dövlət. Hər yerə bir bomba atır, raket buraxır. Həmas da, Husilər də, Hizbullah da öz qırmızı xətlərini yoluna qoysunlar təcili surətdə və İsraili yerinə qaytarsınlar. Ey Suriya, sən də, bəli, kiminlə bugün savaşır? Geri çəkin onu. Yerində otuzdurun. Və Amerikada bilsin ki, qırmızı xət nə deməkdir?
Belə isə, əgər tarixdən əsrlər boyu dini kitablardan söhbət keçirsə, ey dünya dövlətləri, hər biriniz kitablarınızı, müqəddəs kitablarınızı əlinizə götürün. At belinə minin və əlinizə də qılınc götürün. İrəli. Kimin torpaqları harada var? Demək, Fələstin də nə etməlidir? Öz torpaqlarını geri götürməlidir. Əgər belədirsə, biz axı tarixlə hərəkət edirik. Necə olur ki, İsrailin tarixi var, bütün dünya dövlətlərinin tarixi yoxdur? Bütün dünya məmləkətləri və onların millətləri səfehdir. Allah İraq etsin, İraq. Bu dünyada bir səfeh ola bilər. Quyuya daş atsın və min ağıllı çıxara bilməsin. Amma tüm dünya birləşərsə, daşı da çıxararlar, quyunun suyunu da qurudarlar. Qurtarın bu qanlı oyunu. Müharibələri dayandırın. Müharibələr həmən dayanmalıdır. Hər şey mənim qeyd etdiyim kimi olsa, müharibələr həmən dayanacaq. Yəni, Amerika milləti ayağa qalxıbsa, kömək etməlidir. Donald Trump'a təcil yardım lazımdır və onu təcrid etmək. Yolu budur. Və selam. Mənim əzizlərəm, Allahı tanıyan, Allah böyükdür, ucadır. Allaha şək gətirməyin. Vallahi billahi, bugünkü gününüz şükür etməsiniz. Ne bilirsiniz? Sabahınızı ne gözləyir? Filə getməyin. Mən vallahi billahi hər şeyi bilirəm, görürəm, baş verənləri. Sadəcə danışmaq mənə qatı qadağandır. Mən sadəcə görünənlər haqqında danışıram. Gözə görünənlər, baş verənlər, bunları qeyd edirəm. Bəli, bugününüzə şükür edin və filə getməyin. Mən əzəldən hər zaman fikrimi söyləmişəm, qeydlərimi də etmişəm. Amma nə deyim, nə danışım? Məyər məni dinləyən varmı? Mənim dostum, əlbəttə ki, bu sənə aid deyil. Qaldı ki, ümumi fikir söyləməyim, sanki kimlərəsə çatdırıram. Bu sadəcə bir ifadədir, dostum. Vallahi billahi and olsun Allaha, bircə sənin məni dinləməyin mənə minlərlə, yox, milyonlarla insanların dinləməsindən ötədir. Bəli, amma ki qaldı oğrulara, bu da mövcuddur. Qanunu uğurlayanlar, eşidirsənmi dostum, qanunu uğurlayanlar, qanunla uğurlayanlar və qanuni uğurlar, onlar da mövcuddur. Hə dostum, bugünlük bu qədər. Sağ ol ki, məni dinlədin, mənim əziz və mehriban dostum.
Ya Allah. Bismillah.